Salam əməkdaşı dostlar, bu gün sizlərə çox ideal və maraqlı bir fürsət haqqında danışacağam. İstəsəz təbii ki, bu fürsətdən faydalana bilərsiniz, istəməsəz təbii ki, faydalanmaya bilərsiniz. Reason hal-hazırda məndə olan promokoda, mən videoda göstərəcəm ki, necə düzgün qeydiyyat keçmək lazımdır və hansı promokodu yazmaq lazımdır ki, bunu əldə edəsən. Deməli, 90% kartın qiymətinə endirim, yəni sən kartı sadəcə 1 dollara açacaqsan və sənə 1 aylıq Ryzen Emerald belə deyək də planını verir. Bu plan sənə tamamilə komissiyalardan azad olmağa kömək edir. Yəni normalda məsəl üçün sən əgər Ryzen Emerald olmayan bir usersənsə 1.7% və 10 sent əlavə komissiya ödəyirsən tranzaksiyalarda, amma söhbət dollardan kənar tranzaksiyalardan gedir. Yəni sən məsəl üçün post terminalda, hansısa bir metroda və ya digər yerdə ödəyirsənsə, dollarla olan ödənişlərə, məsələn sən əgər ChatGPT alırsansa və ya hansısa bir dollarla alınan bir şey alırsansa, bunlar artıq komissiya ümumiyyətcə yoxdur. Yəni sadəcə dollardan kənarlara. Və normalda sən terminalda 1.02%, yəni 1.02% komissiya ödəyirsən. Bu da hardasa sənə gəlib çıxacaq kurs 1.68-ə bizim pulla, yəni 1 dollar bərabər olacaq. Bu çox yəni maraqlı bir və ideal bir təklifdir. İstifadə etmək olar. Yəni əgər sənin USDT-in varsa, atıb kartdan xərcləyə bilərsən. İndi isə bu fürsəti əldə etmək üçün nə etmək lazımdır dostlar? Ryzen proqramını yüklüyürsüz, create account, yəni qeydiyyat keçmək, ölkə seçirsiniz, öz ölkəmizi seçirsiniz, Azərbaycan. Davam düyməsini vurursunuz və Google hesabına da keçə bilərsiniz. Mən daha rahat olsun deyə Google hesabına vururam, amma yox, buradan biraz çətin olacaq. Gəlin elə email yazmaqla keçək. Mən email yazmaqla keçirəm ki, daha rahat olsun. Yəni email ilə məktub gələcək, onu təsdiqləyib davam edəcəm. Budur, mən email yazdıqdan sonra davam düyməsini vururam. İndi baxaq görək bizim emailimiza məktub gələcəkmi? Məktub gəlsin, kodu təsdiq eləyək. Bəli, məktub gəldi. Götürürük kodu və gedirik bizim baxın bu pəncərəyə və bu pəncərəyə yapışdırırıq. Davamına baxırıq. Bundan sonra bizdən referral kod istəyəcək. Məsləhət görərdim ki, bunu da yazasınız. Videonun altında mən bunu yapışdıracağam mətn halında ki, sizə rahat olsun. Həmçinin bizim Telegram qrupda da bu mətn halında olacaq ki, siz daha rahat götürə biləsiniz. İndi isə referral kodu yazaq. VW RS0 XF. Bu referral koddur. Davam düyməsini vururuq. Notification hələ ki mənə lazım deyil. Və bizə burada deyir ki, kart açmağı təklif eləyir. Burada 2 kart açmaq olar. Biz 1 kartla eləyirik. Get my kart eləyirik. Və əsas məsələ baxın buradadır dostlar. Siz həmin promokodu baxın burada yazmalısınız ki, həm kartın qiyməti 1 dollara düşsün, həm də siz Emerald planı əldə edə bilərsiniz. Bunun üçün baxın bura X var burada. Bunun üstünə vururuq. Gördüyünüz kimi boş oldu bura. Və bura BTC 90, yəni BTC 90 yazırıq. Bundan sonra baxın bizdə göstərir ki, Ryzen Emerald 1 aylıq free, yəni tamamilə pulsuz, ödəniş eləməyəcək. Və discount 90% off. Mənfi 9 dollar. Yəni kart normalda 10 dollardır virtual kart açmaq, amma bizdə burada promokod olduğuna görə biz yəni 1 dollar ödəməklə həm 1 aylıq Emerald əldə edirik, həm də gördüyünüz kimi 90% discount əldə edirik məhz bu kodla. Baxın, silirsiniz, yazırsınız və ödəniş davam et düyməsini vura bilərsiniz. Burada stablecoin ilə də ödəniş edə bilərsiniz. Davam et düyməsini vurursunuz. Burada USDC, USDT seçirsiniz. Məsələn, Binance Smart Chain daha yaxşıdır və birbaşa Binance-dan ata bilərsiniz, amma çox heyf ki, Binance-da minimum atış 5 dollardır və bu sərf eləməyəcək bizə. Ən yaxşısı cüzdanınıza hansısa bir Trust Wallet və yaxud Token Pocket belə bir cüzdanınız varsa, bir USDT-ni ora atıb, sonra həmin baxın bu adresi kopya eləyib ata bilərsiniz. Yox, əgər sizin bununla da probleminiz varsa, bunu eləyə bilmirsinizsə, təbii ki, Telegramda mənə yaza bilərsiniz. Zaten videonun yuxarı hissəsində bizim Telegram qrup və kanalımız var. Girə bilərsiniz Telegramda, yaza bilərsiniz, kömək istəyə bilərsiniz və təbii ki, kömək eləyərik, problem deyil, yardım eləyərik. Daha sonra artıq sizdə burada kartı təsdiq eləyəndən sonra 1 dollar köçəndən sonra verification gələcək, KYC eləyəcəksiniz sənədinizlə. Və daha sonra artıq normal qaydada kartı istifadə edə bilərsiniz və sizdə Emerald plan aktiv olacaq. Emerald plan baxın bizə nə verir? 2.5% cashback verir. 50% bütün tranzaksiyaların komissiyaları düşür və pulsuz toxunula biləcək kart verir. Amma bunu sifariş mən yoxlamışdım, biraz gəlib çıxmadı, bilməm necə olacaq. Və bir dənə Respoint verir hər xərclənmiş 2 dollara görə. Respointlər də bizdə baxın burada yığılır. Respointlərlə də biz təbii ki nələr eləyə bilərik? Burada müəyyən servislər var ki, o servislərdən endirimlə ala bilərik. Məsəl üçün Discord Nitro ala bilərik endirimlə, məsələn 9.99-adır. Yəni sən əgər Respoint-lə ödəyirsənsə, hardasa 50 sent bax görsən, burada daha doğrusu 50 sent yox, 1 dollara yaxın hardasa 95 sent burada sən belə deyək də bir növ qənaət etmiş sayılırsan.
Həmçinin də biz burada VPN və digər servislər də var. Müəyyən servislər var. Kimlər ki oyun zad xoşlayır, onlar faydalana bilərlər. Yəni belə bir həqiqətən də yəni maraqlı bir belə deyək də bonus kimi var. Götürüb istifadə edə bilərsiniz, baxa bilərsiniz ki, necə yəni işləyir bu servis. Maraqlı servisdir. Mən özüm də bir müddət istifadə edirəm. Kart hal-hazırda burada yoxdur, çünki hesab gördüyünüz kimi yeni açdım. Mən özüm də istifadə edirəm və burada biz virtual kart əldə edirik. Kartın məlumatlarını Google Pay-ə də qoşa bilərsiniz, digər hara istədiz qoşub, təbii ki, normal qaydada kart kimi də istifadə edə bilərsiniz. Bütün linklər, bütün promo kodlar hamısı videonun altında var. Götürüb, qoşulub, siz də Reason kart istifadəçisi ola bilərsiniz. Həmçində baxın, Reason kartda da belə bir şey var, birbaşa köçürmələr də var. Məsəl üçün, əgər sən 100 USDT köçürdürsənsə, bax burada görə bilirsən ki, sən karta köçürmə edə bilirsən. Burada belə bir şey var. Düzdür, KYC keçirsən ondan sonra birbaşa Azərbaycanda olan kartı var, yəni istər Kapital Bank, istər hansısa bir banka bank transfer eləyə bilirsən. Bax, belə burada da digər təbii ki, məlumatları biz saytda baxa bilərik. Burada hansısa Diamond Level və digər planlar var. Onlar hələ ki, yəqin ki, hələ oturmayıb, yəqin ki, asansa gələcəkdə oturacaq, baxacaq. Belə dostlar, videonu bəyəndinizsə like edin, fikirlərinizi də videonun altında mütləq şəkildə yazın. Çünki sizin fikirləriniz mənim üçün həqiqətən də çox dəyərlidir. Sağ olun, gəlin görüşlərdik.